1, 2, 3, 4, 5. 6. 7. Mən başlayıram və deyirəm sizə də. Narıncı. Tenis. Allah. Bavariya. Gözəl, gözəl. Dünya çempionatı. Santiago Bernabeu. Barcelona. Konkret atıra. Bir şey diyeyim Elif. Konkret atıra. Sol ayaq. Sol ayaq. Qəşəng asist idi. Bəyəndim. Çox gözəl, çox gözəl. Yəni Hollandiya onsuz da axırlar. Hollandiya demədin, narıncı demişdin. Mən narıncı demişəm, tamam. yalan dedim. Kimin sözlərini şübhəli Açıq aydın Rəsuldur. Niyə görə? Barcelona izah edə Barcelona ilə bilərsən. 7-0'lıq oyunda gol vurmuşdu. 4-0, 3-0 qurtarmışdı ya. Santiago Bernabeu mən çatmadı sözünə. Niyə Mən çatmadı? xatırlamıram Bəs oyunu. idi. Gəldi, satmalı deyirəm, başa düşməlisən ki. Xatırlamıram oyunu. Çünki yoxdur elə bir şey. Hə. Heç Nə bilmədim. yoxdur? Bəlkə dünya çempionatına aid. Xeyr, Mən oyunçu. dünya çempionatı bəlkə film o Xeyr. epizod var idi. Santiago Bernabeu kimin Çatdırı. stadion? Real Madridin. Oyunçu Real Madriddə oynayıb. Real Madrid deyərdin də elə. Belə tutmasan da. Görsən tutmadın. Deyəsən. Görsən tutmadın. Imposter olmayan tutmalıydı, o da maldır. Ya iki variant var. Ya Cavid çox yaxşı oynadı. Mən Amma mən Cavid tanıyıramsa çox yaxşı oynamaz Cavid o qədər. Bilmirəm mən. birinci Yaratsız sözüm oldu. tenis olmuşdu. Onu tutdunuz. Daha doğrusu imposter olmayan tutdu mu? Ümumiyyətlə mən Tenis. oyunçunun tenisinə əlaqəsini bilmirəm. Mən də bilmirəm bu arada. Hə, o karyerasından sonra tenislə məşğul oldu. Hala. Professional şəkildə oynayır bu arada. Atmıram, gedin baxın da oynayır. Necə oynayır biz bilmirik. Mən də bilmirəm. Bəlkə düz deyir, bir şey deyirəm, amma Hə, mən də bilmirəm bəlkə. ya. Səsləmə başlayır məndən. Sən də eyni sıra mənə gedək. Tamam. Mən Cavid deyirəm. Mən də Cavid deyirəm. Elgün. David, impostor olarak seni seçtiler. Bəs sen impostor idin? Yox. Bəs impostor kimiydi özün bildirsin. Imposter mən idi. Oyunçumuz da Roveni.